Bostanın 5/2 hissəsinə pomidor, 4/1 hissəsinə xiyar, qalan 140 kvadrat metr sahəsinə isə badımcan şitilləri əkildi. Bostanın ümumi sahəsini tapın. 5/2 və 4/1 hissə artıq belə deyək də bizə kvadrat metri verilməyib. Biz hesablayaq görək 140 kvadrat metrə hansı hissə düşür. 5/2 üzərinə gələk 4/1-i. Ortaq məxrəcə gətirək. Birinci kəsiri 4-ə, ikinci kəsiri 5-ə vurmalıyıq. 20-də 2 vursaq 4-ə 8, üzərinə də gələk 1 ilə 5-in bərabərdir 20-də 13. Deməli 20-də 20-dən bir tamdan, yəni çıxaq 20-də 13-ü, alınar 20-də 7. Deməli bostanın 20-də 7 hissəsi, bostanın ümumi sahəsini x olaraq götürsək, bərabər olmalıdır 140 kvadrat metrə. Buradan da x bərabərdir 140 vur 20 bölünsün 7. 140-ı 7-yə bölsək 20 düşər, 20-ni də 20-yə vursaq 400 eləyər. Deməli bostanın ümumi sahəsi 400 kvadrat metrəymiş.